Bu bor çatışmazlığının miqyası inanın ki düşündüyümüzdən qat-qat böyüdür. Bilirsiniz, Qubadakı analizlər göstərib ki, torpaqda ən nadir tapılan mikroelement məhz bordur. Amma məsələ burasındadır ki, bu tək Qubanın dərdi deyil. Biz eyni vəziyyəti İsmayıllı, Şamaxı, Qobustan, Qax, Şəki, Xaçmaz, Xudad və Qusarda, xüsusən də dəmiyə, yəni o sulanmayan buğda sahələrində həddindən artıq tez-tez görürük. İkinci məqam isə bu problemin niyə belə qorxulu olmasıdır. Çünki bor buğda üçün sadəcə olsa yaxşıdır dediyimiz bir əlavə deyil. Birbaşa bitkinin onurğasıdır. O, hüceyrə divarlarını əməlli başlı möhkəmləndirir, kökləri dərinləşdirir, qidanı daşıyır və ən əsası, sümbüllərin normal formalaşmasına tam cavabdehdir. Təsəvvür edin, bor çatışmayanda buğda anidən taqətdən düşür və məhsuldarlıq sanki uçuruma yuvarlanır. Təbii ki, sual yaranır, bəs çıxış yolu nədir? Üçüncü və ən sevindirici məqam odur ki, tədqiqatlara görə bu böhranın çox konkret həlli var və bu məhz biokas gübrəsidir. Baxın, bu geniş yayılmış bor problemini kökündən həll etmək üçün həmin gübrənin tərkibi xüsusi olaraq borla zənginləşdirilib. Yəni, onun vaxtında tətbiq edilməsi o zəifləmiş kökləri yenidən ayağa qaldırır, sağlam sümbüllər yaradır və arzuladığımız o yüksək məhsuldarlığı sürətlə bərpa edir. Qısacası, torpağınızdakı kritik bor ehtiyacını vaxtında biokas gübrəsi ilə tam qarşılamaq, sağlam buğda və maksimum məhsul əldə etməyin şübhəsiz ən kəsə və səmərəli yoludur.